اللهم صل على محمد وعلى المسلمين والمسلمات الأحياء منهم والأموات. بسم الله الرحمن الرحيم. مالك يوم الدين. Allah ruhu şad olsun. Ruhu size duası olsun. Allah rahmet eylesin. Allah ruhu şad eylesin. Şahin müəllim. Allah Şahin Bey'e, dostumuza, kardeşimize rahmet eylesin. Yaxınlarına, Şahin Bey sevenlere, aile üzvlərinə başsağlığı verdik. Güzel bir insan, güzel qəhrəman, layıqlı Azərbaycan oğluydu. Döyüş yolu keçdi, şərəfli döyüş yolu keçdi. Ben de Samir müəllim burada dedi. Teşekkür ederim. Cənab Prezidentin tapşırığı ilə yüksək səviyyədə dəfn təşkil olundu. Biraz qarışıqlıqdır, külək də imkan vermir danışmağa. İcazənizlə orada da döyüş yoldaşları var, xatirəsi deyəcək, hərəkət yoldaşları var. Sözün deyər. Yəni, bugün də hər kəs özünə borc bildi ki, gəlsin Şahin Tağıyevin qarşısında, ruhu qarşısında özünün son borcunu yerinə yetirsin. Mən öz minnətdarlığımı bildirirəm icra hakimiyyətinə, bütün gələn hamısına, bütün diasporaya, onlar da çox böyük kömək ediblər. Və Allah Şahin dayıya mən deyəcəm, Şahin Tağıyev mənim dayım kimi mən özümü hesab edirəm. Allah rəhmət eləsin, onun necə insan olduğunu, necə saf olduğunu, o döyüşçüydü, həmişə də döyüşçü olub. Döyüşçü müharibədə olub, dillə də döyüşüb, amma ürəyi nə qədər saf idi, onu hamısı bütün yaxınları bilir. Onun doğrudan da Allah rəhmət eləsin. Allah bütün kim ki yad edib onu, çox sağ olun ki gəlmişsiniz. Allah sizin də ölənlərinizə rəhmət eləsin. Çıxışlar olsun. Biz bir video çarx hazırlayaq, sosial şəbəkələrdə yerləşdirək ki, o da onun xatirəsinə kiçik bir sözləməmiz olsun. Etiraz eləmirsiniz. İndi bax bu şəkildə biz başlayırıq. Kim istəsə, xatir mən bilirəm burada döyüş yoldaşları var burada. Kim danışmaq istəsə işarə eləsin, yavaş-yavaş harısı bir yarım saat, 40 dəqiqə ərzində biz danışaq. Sonra Qarabağ məsələsində bizim əsas amallarımızın biri o idi ki, hakimiyyət müxalifət məsələsi, iqtidar müxalifət məsələsi yoxdur, hamı bir yerdə birləşməli idi Qarabağ məsələsində. Ona biz çalışırdıq və ona görə də həmin koordinasiya şurası 98-ci ildə yarandı və Şahin Tağıyev də özünə borc bildi. Sonradan biz bu qədər şəxsi tanımırdıq, qəhrəmanlığını eşitmişdik onun. Qurtuluş batalyonunu eşitmişdik, amma şəxsən tanışdığımız yox idi. Özü gəldi, çıxdı həmin Qarabağ Koordinasiya Şurasına. Orada da öz canı ilə, qanı ilə, həvəslə, ürəkdən iştirak elədi. 1999-cu il may ayının 8-də biz Şuşanın işğal günündə Qarabağa ilk yürüyüş təşkil elədik Koordinasiya Şurasının xətti ilə. Çoxlarınız iştirakçısı olmuşsunuz, çoxlarınız xatırlayırsınız o yürüyüşlə bağlı. Orada bir yerdə oldu Şahin bəy, bizlə bir yerdə. Ondan sonra avqust ayının 1-dən 31-nə qədər həmin il 99-cu ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirməsi tələbi ilə bir ay ərzində aclıq aksiyası keçirdik. Kütləvi bir hal aldı. Bakıda Şahin Tağıyev həmin aclıq aksiyasında iştirak elədi. 11 gün ac qaldı. Ən çox ac qalan o oldu aclıq aksiyasında. Dünyanın müxtəlif yerlərində Azərbaycanlılar bizə dəstək verdilər. Bir günlük, 2 günlük aclıq aksiyası keçirdilər. Çox böyük bir effekt verdi, səmərə verdi, bütün dünyada əks-səda verdi. O aksiyamız, yəni ictimai xəttlə, təbii ki, dövlət öz borcunu yerinə yetirirdi, öz xətti ilə işini aparırdı, amma biz ictimai xəttlə Qarabağın azadlığına çalışırdıq. Qısa şəkildə fikirlərini hər kəs deyəcək. Tam şəkildə bizlə bir yerdə o mübarizəni apardı. Milli qəhrəman idi, gedərdi arxanı sakit həyatını keçirdi, amma həyat o nə qədər ki torpaq işğal altındaydı. Nə onun doğma Şuşa şəhəri işğal altındaydı, o sakitləşmək bilmirdi. Bizlə bir yerdə hərəkət edir. Sonra müəyyən amillərin təsiri altında kimlərsə söz-söhbət eləməsinlər. Şahin bəy övladlarının təhsili, mənə dəfələrlə demişdi onu, təhsil deyil, mənim övladlarım Avropada təhsil alsınlar. Ona görə Avropaya getdi, mühacir həyatı yaşadı orada. Orada da fəaliyyətini davam etdi. Son nəfəsinə qədər orada da fəaliyyətini davam etdirirdi. Şahin bəy belə bir insandır, belə bir böyük şəxsiyyətidir. Bu Şahin Tağıyevdir. Şahin Tağıyev heç kəslə müqayisə oluna bilməz. Allah Şahin Tağıyevə rəhmət eləsin. Allah o dünyasını versin. Allah övladlarını, yaxınlarını salamat eləsin. Onları sevən insanları salamat eləsinlər. Mən istəyərdim ki, burada birinci
döyüş yoldaşından Gəray bəy iştirak edir burada. Gəray bəy. Doğrudan da Şahin Tağıyevin həyatdan köçməsi. Mən bizim bu məclisdə iştirak edənlər, ziyalılarımız, veteran təşkilatlarımız sədrləri, döyüşçülərimiz, ziyalılarımız və digər zümrələr nümayəndələr iştirak edirlər. Mən Şahin Tağıyevin əskər olaraq, sonra bölük komandiri olaraq və onun bir müddət mavini olaraq çox döyüşlərin çoxunda yan-yana olmuşuq və mən də ağır yaralanmışam, Şahin Tağıyev də ağır yaralanıb və sonradan çox böyük nailiyyətlərimiz oldu. Mən ilk öncə Prezidentə öz minnətdarımızı bildirirəm, ölkə prezidentimizə və Müdafiə Naziri rəhbərliyinə, eyni zamanda Yasamal rayon icra hakimiyyətinin rəhbərliyinə ki, Şahin Tağıyev doğrudan da çox şərafətlə dəfn olundu və hərbi orkestrindən, himnimizin sədaları altında hərbi karaolla dəfn olundu. Bir şey qeyd edeyim ki, yəni həmin vaxtda nə ordu yox idi, nə demək olar ki, dövlətə xaos idi, dövlətin özü yox idi və eyni zamanda silah-sursat olmurdu və belə bir vəziyyətdə böyük bir batalyon yaratmaq, Tərtərdə 45 kilometr müdafiə rayonu təşkil etmək, eyni zamanda birinci Seysulan əməliyyatı, yəni Xocalı hadisəsi günü onu təşkil etmək, orada biz iki komandimiz Cahangir Kərimov itirdik və Şahin Tağıyev Müdafiə Nazirinin əmri ilə oldu batalyon komandiri. Və sonra birinci Maruşovan əməliyyatı 10 aprel 92-ci ildə oldu və ermənilər çoxlu sayda itki verdilər. Və çoxlu sayda biz əsirlər götürdük. Bu əsirlərdə Allah hamısına rəhmət eləsin. Demək ki, Ələskər müəllim Sağdama, polis rəisi o vaxt Tərtərin, Şahin Tağıyev, Ərəmşah Məmmədovun və digər ziyalıların təşəbbüsü ilə o əsirlər Xocalıda əsir düşmüş insanlarla dəyişdirildi. Və bunun hamısında Şahin Tağıyevin böyük rolu oldu və ermənilər film çəkiblər. Maraginskaya Rezniya, Marağa qətliamı, Maruşovanla bağlı. Sonra ikinci Maruşovan döyüşü, sonra Torpaqtəpə, Çaylı döyüşləri və nəhayət milli qəhrəman Şikər Şikərov 13 iyunda şəhid oldu Torpaqtəpədə. Ondan sonra döyüş əmri verildi və Çaylı, Madagiznik qovşandı, sonra Akop Kamara, Tonaşehir, digər Sərcəngi, Sağ-Sol kəndlər alındı və nəhayət Ağdərə şəhər alındı, Nergin Orataq alındı, Kasabet alındı və Drambon, Çıldıran, Valqas və nəhayət Kəlbəcər Tərtər yolu açıldı. Və 92-ci iyul ayında mən Qoyspaldan qayıdanda mən Şahin Tağıyevin o həmən görüşümüzü izah eləmək istəyirəm. Şahin Tağıyevin ağzı əyilmişdi, tozlu torpağın içində. Amma onun içində bir sevinç var idi. Artıq Ağdərə alınmışdı. Bu böyük bir qəlibət idi. Şahin Tağıyev Fatih kimi görsənirdi. Və orada biz bir təpənin başına çıxdıq. Doğrudan da az sonra da Kəlbəcər Tərtər yolu açıldı. Və bu o qədər böyük nailiyyət idi ki. Yəni Qurtuluş Batalyon komandiri olaraq Şahin Tağıyev doğrudan da həm yüksək o əməl şahidlərini dərk etmə qabiliyyəti, eyni zamanda döyüş qərarı vermək çox çətin məsələdir. Əməliyyatlar hazırlanması, döyüş qərarı qəbul eləməyi də böyük bir onun şücaəti var idi və onun qabiliyyəti var idi. Mən bir şey xatırlayayım. Rəhmətli Şikər Şikərov milli qəhrəman, Firudin Şabanov polkovnik və Nəcməddin Sadıqov. Nəcməddin Sadıqov briqada komandı təyin oldu. Və ilk sözü onun belə oldu. Dedi Şahin, Naydiyomov şey yazdık, yəni bana kömək elə, bu briqadanın, bu batalyonun bazasına yaradaq. Bu bizim yanımızda olmayı. Və bu batalyonlar birləşdi, 700 sayılı motorcu briqada yarandı. Və sonralar, yəni, Laçın da şimalında 46 kənd azaldı. O da General Zadir Rızayevin komandarlığı altında. Yəni, böyük nailiyyətlər oldu. Yəni, niyə biz bunu danışırıq? Yəni, burada mən bir kəlməni artımıram, nə istəyirəm, amma doğrudan da Şahin Tağıyev nəfsi olmayan, çox sadə bir insan. Təsəvvür edin, milli qəhrəman, bütün icra başçılar onun yanına gəlirlər. Məsləhətə gələnlər, da bütün günü Şahinin qəbul otağı, heç qəbul otağı yox idi, biz dağlarda olurduq. Ardıydı, aydın da bir Tərtərə gəlirdi Şahin Tağıyev. Yəni bu formada Şahin Tağıyev döyüş əməliyyatı və ordunun təməlini qoydu. Qəhrəmanlığın ilə çox hissəsi mən oraya deyirəm ki, bizdə BTR 70 var idi, bizdə Zazalı Rus hərb hissəsini biz oradan da Azərbaycan keçdik, Uzundərəni biz zahvat elədik, sonra Zemyavoz raketləri gətirib Mingəçevirdən. Bunun hamısında hətta Şahin Tağıyev o qədər təsir göstərdilər. Və nəhayət Ərəmşah Məmmədov Şahin Tağıyev milli məclisə dəvət elədilər. Yəni o gün Zeyir Zəfərov, Allah kömək olsun, deyir ki, gəldi oradan ağır. Amma əslində
Orada Yaqub Məmmədov dedi ki, ələmişlər, biz böyük oyunu kiçik peşkalarıyıq. Yəni bunları dəvət eləmişlər ki, ölkədə olan və ön xəttdə olan, bütün bizim ön xəttdə olan əməliyyat şəraiti barəsində müfəssəl məlumat əldə eləsinlər. O məlumat da orada verildi və nəhayət ondan sonra döyüş əmri torpağa azad olundu. Yəni bu cür oldu. Ona görə də mən çox danışmaq istəmirəm. Şahin Tağıyev haqqında nə qədər danışsaq azdır. Allah digər milli qəhrəmanlarımıza rəhmət eləsin. Bizim sağ milli qəhrəmanlarımız var. Allah canlarını sağ eləsin. Hər bir kəsin, burada oturanlar, mən görürəm Firudin bəydir, Füzuli müəllim, nə olur olsun, harda olur olsun biz bu son ehtiramımızı biz göstərməliyik. Şahin Tağıyev böyük şəxsiyyət olub, böyük komandir olub. Allah canlarını sağ eləsin. Buradakı iştirak edənlər də dəyər verdilər və yenə deyirəm, indi mətbuat da yazır. Amma əslində 2003-cü ildə mən Moskvada Şahin Tağıyevin bir yerdə oldum. Akif bəy, siz çox düz deyirsiniz. O uşaqların təhsili ilə bağlı getdi Şvetsiyaya. Və orada getdi, övladlarını oxutdu. Yəni Qarabağ Azad Təşkilatında bir yerdə biz fəaliyyət göstərdik. Allah hamının canını sağ eləsin. Mən yenə deyirəm, bizim bir yeganə məqsədimiz Qarabağ azad eləmək oldu. O da azad olundu. 2024-də də Şahin Tağıyev gəldi. Biz tərtədə görüşdük. O getdi şu anda ziyarət elədi və bunun hamısını gördü. Bizim xalqımız böyük xalqdır, qəhrəmanlar yetirir və bu gün də Şahin Tağıyev kimi böyük bir qəhrəmanın biz ziyarətindəyik. Ruhu şad olsun, Allah sizin hamıza köməkli olsun. Çox sağ olun. Dərhal Şahin Tağıyev oradan özünün yazılı müraciətini göndərdi Səfərbərlik Komitəsinə ki, məni xahiş edirəm orduya qəbul edəsin. Mən vuruşmaq istəyirəm. Amma yaşı ilə bağlı, səhhəti ilə bağlı onu müsbət cavab vermədilər. İndi gücü ona çatdı ki, bir aylıq milli qəhrəman təqaüdünü, pensiyasını rəsmi qaydada köçürdü müdafiə fondu. Yəni Şahin Tağıyev həmişə arzuluyurdu ki, müharibə başlasın, gedin müharibəyə. Mən istəyərdim ki, Avropa hissəsində fəaliyyət göstərdiyi dövrlə bağlı burada Erman Mustafazadə Azərbaycan Diaspora Hərəkatının çox tanınmış, nüfuzlu nümayəndələrinə bir iştirak edir. Xahiş edirəm, yaxınlaşın. Qürbət həyatından sonra Qarabağ döyüşçülərini burada Qarabağımızın qeyrətlə, müdafiələrlə sağ qalanları, qazilərimizi görmək mənim üçün nə qədər şərəfdir. İnanır. Və Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Burada əyləşən insanların hər birisi Qarabağı canından artıq sevən insanlardır və onların hər birisinin ad-ad çarx sayıbıram, çoxsunu da tanıyıram. Hər birisini bağıma basıram, əllərə sıxıram. Şahin bəylə bizim münasibətimiz, Şahin bəyi qürbətdə ilk qarşılanan biri mən olmuşam. Həmin Şahin bəyi bağlayan tellər çoxudur bizi bağlayan tellər. Təbii ki, Şuşa kökənliyik, biraz oradan, biraz digər ortaq dostlarımız, elə o cümlədən Akif Dağı vardır, bir faktor bizi bağlayırdı. Şahin bəy həqiqətən qəhrəmanıdır, yəni belə birisi də o Rusların sözü var, düzdür, nipriskazuy mu deyirlər, belə bir xasiyyəti vardır. Amma Qarabağ məsələsində güzəştə getmən bir insan, həmişə gündəmdə saxlayardı. Hətta bir dəfə dedim, Şahin bəy, sən milli qəhrəmansan, sən bu siyasətə qoşulma, elə sən Qarabağ denən. Amma bəzən görünür ki, olurdu. Amma həqiqətən xatirələrə danışırdı. Deyirdim, Şahin bəy, sən neynəsən, mən səni qəbul üçün, sən mənim Qarabağımda can qoymusan.